Allah Taala bu cümə günlərinin xeyir və bərəkətindən bütün müsəlmanlara inayət etsin. Allah Taala cümləmizin ibadətlərini, dualarını qəbul etsin inşallah. Qəza və qədər barəsində danışırdıq. Qəza və qədər barəsində keçən cümə günündə qeyd etdik ki, ən dərin mövzulardan biridir. Və hətta İmam Əli əleyhissalamdan bir kəlam oxuduq ki, İmam buyurur ki, bu mövzunun dərinliklərinə kimi getməyin. Bəs bizim bu mövzuda istifadə etdiyimiz mənbə Quran-ı Kərimin ayələri, Peyğəmbər və imamlarımızdan gələn kəlamlar olacaq ki, həmin kəlamları istinad edərək qəza və qədər barəsində inşallah danışacaq. Qəza və qədər barəsində Peyğəmbərimizin bir kəlamı var. Hansı ki, bizim dinimizdə iman etmək mövzusunda Allah Taala'nın buyurduğu neçə ayələr var ki, həmin ayələrdə imanın daha mükəmməl olmasına işarə edir və o cümlədən Peyğəmbərimiz buyurur ki, "Lə yu'minu əhədukum həttə yu'minə bil qədər." yaxud "Həttə yu'minə bil qədr." İmanınız iman sayılmaz. Peyğəmbərimiz buyurur. "Lə yu'minu əhədukum." Sizin imanınız, sizlərdən birinin imanı iman sayılmaz, hətta o vaxta qədər ki, qəza və qədərə iman etsin. Qəza və qədərə iman etməyi Peyğəmbər sonra açıqlayır. Deyir, qəza və qədər, yəni xeyruhu və şərruhu. Yəni Allah Taala'dan gələn hər bir şeyə gərək insan razı olsun, yaxşı olsun, xeyir olsun, şər olsun. Və hulvuhu və murruhu, şirin olsun, acı olsun. Məsələn, burada Peyğəmbərimiz buyurur ki, şər olsun. Şər deyəndə bizim fikrimizdə və zehnimizdə olan şərdən getmir. Quran-ı Kərimdə Allah Taala buyurur ki, sizə gələn hər bir xeyir Allah Taala'dandır və sizə gələn hər bir şər, hər pislik isə sizin öz nəfsinizdəndir, özünüzdəndir. Bəs bu barədə biz danışdığımız zaman İmam Əli əleyhissalamın bir kəlamı var. Tövhid-i Səduq kitabında nəql olunur. Bir nəfər İmam Əli əleyhissalamın yanına gəlir. Əlbəttə ki, bu qəza və qədərin barəsində olan kəlmələrdəndir ki, hansı ki, onların qəza və qədəri iki hissəyə bölüblər. Bir hissə təkvinidir, bir hissə təşriidir. Təkvini, yəni bu mənada ki, biz ayələrdə oxuduq. Allah Taala bir şeyi iradə eləsə, bir şeyi istəsə, ona ol deyər, o da olar. Təkvini budur. Yəni Allah Taala'nın məşiyyətinə, iradəsinə, istəyinə bağlı olan əmrlərdir. Təşrii isə şəriət yolu ilə həyata keçənlərdir. Bir qəza və qədərdə də iki hissəyə bölünür. Bir qəza və qədər təkvinidir, bir təşriidir. Bəli, İmam Əli əleyhissalam təşrii olan qəza və qədər barəsində buyurur ki, "Dəxələ rəculun min əhlil İraq." İraq ölkəsindən bir nəfər İmam Əli əleyhissalamın yanına gəlir və buyurur ki, "Ələ əmiril müminin əleyhissalam, fəqalə əxbirni ən xurucinə ilə əhli-Şam əbi qəzain minəllah və qədər." İmam Əli əleyhissalama sual verir. Deyir İmam Əli əleyhissalama ki, "Ey əmirəl-müminin, mənə xəbər verginə." O ki, Siffeyn müharibəsi olmuşdu. Siffeyndə, yəni Şamdan Maviyə qoşun getirmişdi İmam Əlinin üstünə. Dedi, mənə xəbər verginə. Bu Şam əhlinin xuruci, müharibəsi əbi qəzai minəllah, Allah Taala tərəfindən qəza və qədərə aiddir ya yox. İmam Əli əleyhissalam buyurdu ki, "Əcəl, ya şeyx." Buyurdu ki, "Bəli, ey şeyx, bu qəza və qədərdəndir." "Əcəl, ya şeyx." "Fəvəllahi, mə alovtum tələtə və la həbəttum bətnin vadin
illa biqada'in minəllah. İmam Əli əleyhissalam buyurur ki, sizin bir uca zirvəyə qalxmağınız, yaxud hansısa bir aşağı enməyiniz, bu Allah Taala'nın illə biqaza'in minəllah və qədər. Allah Taala'nın qəza və qədərindəndir. Hansısa bir zirvəyə qalxırsan, hansısa bir məqama qalxırsan, bu Allahın qəza və qədərindəndir. Yaxud eniş edirsən, tənəzzülə uğrayırsan, bu da hələ qəza və qədərdəndir. Fəqalə şeyx, bu həmin şəxs, bu şeyx bu cür deyir. İndəllah əhtəsibu inəi ya əmirəl möminin. Deyir, ey əmirəl möminin, mənim çətinliyə düşməyim, mənim əziyyətə düşməyim, bu Allah Taala tərəfindən Allah yanında hesablanıb, İmam Əli əleyhissalama buyurur. Mən ki, çətinlik çəkirəm, əziyyət çəkirəm, bu mənim çəkdiyim əziyyət, zəhmət Allah Taalanın yanında hesablanıb. İmam Əli əleyhissalam buyurur, fəqalə ya şeyx, məhla ya şeyx. İmam buyurdu ki, diqqətli ol günah, ehtiyatlı ol günah ey şeyx. Ləalləkə təzunnun qada'a hətmən və qədərə lazimən. İmam buyurur ki, sən zənn edirsən, sən güman edirsən ki, Allahın qəzası hətməndir və qədəri lazım olandır. Sən bunu güman edirsən. Əgər belə olmasa, İmam buyurur, لَوْ كَانَ كَذَلِكَ لَبَتَلَ السَّوَابُ وَالْعِقَابُ. Əgər belə olmasa, savabla əzab batil olar. لَوْ كَانَ كَذَلِكَ. Əgər belə olmasa, لَبَتَلَ السَّوَابُ وَالْعِقَابُ. Savabla əzab batil olar. وَالْأَمْرُ وَالنَّهْيُ. İmam buyurdu ki, əgər qəza və qədərdən məqsəd itaət, əmir və günahdan çəkinmək, yaxşı iş görüb, pis işi tərk etmək, insana qüdrət və bacarıq bəxş edilməsi, Allaha yaxınlaşmaq üçün ona nailiyyət verilməsi, insana nailiyyət verilməsi və bunların müqabilində mükafat və cəza haqda verilən vədlər olmasa, İmam buyurur ki, bəs bu qəza və qədər budur. Hansı ki, təşriyi qəza və qədər barəsində İmam Əli əleyhissalam buyurur ki, bunlar Allahın bizim feillərimizdəki qəza və qədəridir. Bəs həmin dövrlərdə biz danışmışıq, müxtəlif əqidələr meydana gəlmişdi. Qadiriyyə əqidələri, Cəbriyyə əqidələri meydana gəlmişdi. Hansı ki, bunlar bir-birləri ilə ziddiyyət təşkil edirdilər. Cəbriyyələr nə deyirdilər? Cəbriyyələr deyirdilər ki, biz bu dünyada nə iş görürük, buna Allah Taala bizə məcbur edir. Allah yazıb, biz də bunu edirik. Cəbriyyələr bunu deyirdilər. Qadiriyyələr nə deyirdilər? Onlar deyirdilər ki, Allah bizi yaradıb, buraxıb başlı başına. Qadiriyyələr də bu sözləri deyirdilər. Hansı ki, bu fikirlər meydana gəlmişdi, bu fikirlər insanlar içərisində yaranmağa başlamışdı. İmamlar öz tərəfdarlarına, onlar ki, imamın sözünə qulaq asırdılar, imam onlara bu cür cavab verirdi. Dedi ki, əgər cəbriyyə olsa, onda bizim gördüyümüz savab işlərin heç bir mənası olmaz. Daha məcburən iş görmüsən sən, bu savabın nə mənası olsun? Bəs İmam Əli əleyhissalam bu həmin şəxsə hədisin davamında buyurur ki, bundan başqa bir şey güman etmə, zira belə bir iman əməllərin puç olmasını getirib çıxarar. Əməllərin puç olmasını getirib çıxarar ki, yəni müxtəlif əqidələr meydana gəldiyi zaman sən sağlam və doğru olan haqq yolda sabit qədəm ol günah. Bəs bu həmin qəza və qədər barəsində İmam Əli əleyhissalamın kəlamı idi və inşallah təşriyi qəza və qədər barəsində bizim biraz da söhbətimiz davam edəcək. Allah Taala'dan duamız budur ki, Allah Taala cümləmizə
xoş müqəddərat qərar versin. Allah Taala verdiyi hər bir hadisədə bizi şükür edən, razı olan bəndələrindən qərar versin. İnşallah.